İndi gəlir o dediyiniz, məsələn, trans məsələsində LGBT anlayışı var. Bilirsiniz ki, bunun da Lut peyğəmbərin cəmiyyəti ilə əlaqələndirirlər. Orada da bunlar sonradan belə bir hökm çıxardıblar ki, həmin o insanları da çıxardırlar başqa bir yerə, yüksək bir dağın təpəsinə, oradan yerə atırlar, sonra da üzərinə daş atıb öldürürlər və bunların da cəhənnəmli olduğunu deyir. Əgər bir insan məsələn, həqiqətən özü qəbul edib trans nədir və s. biz İslam olaraq, İslam daha doğrusu onun əməllərinə baxır. Onun elədiklərinə baxır. Əgər bu adam həqiqətən insan olaraq Allahın buyruqlarına görə yaşayırsa, kim qarantiya verər ki, bu cəhənnəmlikdir və ya da cənnətlikdir? Amma bir insan mən bəyənmirəm, mən bu günlərim falan yerimi dəyişdim və ya da bəyənmirəm falan gedib estetik əməliyyat elətdirdim. Bu da onun biləcəyi bir məsələdir. Allah bununla bağlı Quran-Kərimdə bir haramdır ifadəsi yoxdur. Bunu eləyə bilmərsən ifadəsi yoxdur. Bu günahdır ifadəsi yoxdur. Bu insanlara verə biləcəyi bir şeydir. Təsəvvür edin dəyərli müsəlman bacı və qardaşlarım, günümüzdə insanları Allahın dinindən azdıran insanlar çoxalıb, səbəblər çoxalıb. Allah Teala nə deyir? İnnəmə yə'murukum bis-su'i vəl-fəhşə. Şeytan sizə pisliyi və fahiş işləri əmr eləyir. Təsəvvür edin ki, Elşad Miri və onun kimi düşüncəli, fikirli insanlar deyirlər ki, sən kim olursansa ol, əsas sənin əməlindir. Hətta ola bilər bir insan, çox üzr istəyirik, ola bilsin fahiş bir yolu tutsun, lakin əsas əməlləri salih olsun. Allah Teala nə deyir? Şeytanın işi nədir? Yə'murukum bis-su'i vəl-fəhşə. Sizə pisliyi əmr eləyir, həmçinin fahiş işləri. Məsələn, Elşad Miri deyir ki, bir adam trans ola bilər. Bir adam trans ola bilər, əsas əməli salih olsun. Yəni, əməli salih trans olursan. Təsəvvür edə bilərsinizmi?